Gədəbəydən Bakıya satmaq üçün 20 kisə kartof gətirən Səyyaf Musayevin başı bəladadır. Əvvəlcə 8-ci kilometr bazarının rəhbərliyi istənilən məbləği ödəmədiyinə görə ona kartofu satmaq üçün yer vermək istəməyib. Hələ bazarın girişində polisin müdaxiləsi və aranın qarışması ucbatından 5 kisə 300 kiloqramdan çox kartof da ortalıqda itbat olub. Burada 24-cü bölmənin polis işçiləri Şəskov sahibinin vəkili bana dedi ki, burada dağılmaq üçün 100 manat verir. Sonra akşam tərəfi gəldim bazarın direktor muavinin yanına ki, bana yer göstərin, harda satmağı. O da həmin bax bu sklada yığıb, səhər-səhərdə məcbur qaydada dedi, malını çıxar, rad elə burada, hara gedəsin deyir. Bir əlbir olub kəndçilər qorxudurlar ki, kəndçilər diqqət eləsinlər, öz məhsullarını istədikləri qiymətə alsın. İndi ki, 2 sklad mən burada mənə yer vermirlər, çəkiliş gedir. Yer vermirlər, məqsədləri oldu ki, mən onlara rüşvət verəm. Səyyaf Musayev təxminən 2 il əvvəl də bu bazara mal gətirdiyini və eyni çətinliklə üzləşdiyini deyir. Artıq 2 gündür malı da, özü də ortalıqda qalan Səyyaf Musayevlə söhbətimizə özünü təqdim etmək istəməyən kəslər elə bir ucdan mane olmağa çalışırdı. Niyə gəlməliyəm? Siz kimsiz? Kim vermirsən? Bazarın müdiriyyəti. Sən ağzıma gələni danışmırsan. Mən danışmıram. Sən başqa yerdən dən vurursan. Mən heç yerdən vurmuram. Mən eşim. Gel otur burada malımı sat. Sonra da deyirsən, itiraz edəmirəm. Elə bu məqamda 2 gündür Səyyaf Musayevin qəbuluna düşə bilmədiyi bazarın direktor muavini Eyyub Novruzov özünü yetirdi. Çox çəkmədi ki, kartof mübahisəsi öz həllini tapdı. Malı biz köpəğini burada sana bir şey diyemez. Burada satacağına da köpək edeceğim. Seçtiğin de diyor. Bu akran, bu da benim işçiyim, o da benim işçiyim eşitse. Ben özümde buradayım. Oldu kardeş. Ayrı itirazım var. Bana şikayetim var. Pazarda kimler şikayetim varsa benim işçiyim. Bazarın direktor muavini Eyyub Novruzov bizi əmin etməyə çalışdı ki, bu bazarda əlavə rüşvət istənilməsi, kiməsə qarşı ayrı seçkilik və yer verilməməsindən söhbət belə gedə bilməz. Amma sən demə, Gədəbəyli sahibkar üçün hazırlanan bu yerin rahatlığı uzun çəkməyib. Həmin gün axşama yaxın Səyyaf Musayevin dili ilə desək, ona verilən yer də və bir neçə saat ərzində etdiyi alver də ona baha başa gəlib. Axşam tərəfinə yaxın siz görmüşsünüz, mənim malım o kamazın təkərlərinin qırağına sökək yığılmış. Həmin kamaz gördüm tərpəndi 1 metr yarım irəli getdi. İrəli getdi, o kisələr dağıldı, yerə töküldü, üstüyə də Sonra mən istədim ki, o kisələri qaytaram, üstünə qaldıram. Amma gördüm, o bir tərəfdən birdən də kamaz deyil. Ona kimi böyür başdan o bazar işçilər qaçın, komanda gəlir. Mən çəkildim, kisələrin üstünə çıxdı, tapdaladı kisələri. Kamazın nümerə nişanını açmışdılar, mən orada heç nə görmədim. Başladılar məni təpikləməyə hər tərəfdən. Dedilər, əgər səni burada görsən, sənin başın 1000 manata dəyməz, 1000 dollara dəyməz. Səni öldürüb, qana batıracaq, öldürəcək. Döyənlər kimlər idi? Döyənlər birini bazarın çek verənidir, asıqlı oğlandı, o ki, məni təhqir edirdi, əsas oldu. Sonra hamısı o bazarın işçiləridir. Yenə bazarın direktor muavini Eyyub Novruzova üst tuturuq. Bu dəfə çəkilişə icazə vermir, özü də sahibkarın dediklərini tamamilə yalan adlandırır. Hələ üstəlik bizə də hədə qorxu gəlir. Bu bazarda elə şeylər mümkün olan iş deyil. Bu adam bura istəysən, siz tərəfdən göndərilir. Kimlər burası nə deyir? Uşaq görür. Sizin də başınız ağrıyır. Elmə sizə deyir. Gör məni kimlə tartışıq qoyursan sən. Bu yayda yazılır. Ben qapı bağlamıram. Bana məndən oğru eləmir. Bazen özüm mən oğruyam, mən mutuyam. Hər şeyimi göndərir mənim. Çünki mən adamlıyam. 2 dənə telegram vurmuşam. Səyyaf Musayev isə artıq başına gələnlərlə bağlı Prezidentə və Daxili İşlər Nazirliyinə şikayət yazıb. Bundan sonra baş verəcəkləri bizimlə izləyin.